Salam, vaxtınız xeyir olsun. 17 avqust 2026-cı il tarixdir. Yay fəslinin 58-ci günü, Rəbiül-əvvəl ayının 4-cü günüdür. Rəbiül-əvvəl ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Bugünümüz və həftəmiz uğurlu başlayıb uğurlu başa çatmış olsun və 17 avqust günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, gözəl bir birinci bazar ertəsi günü və bir ay keçirmələrini arzu edirəm. 17 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlığı, sülh əmin-amanlıqlı, firavanlıqlı, zehni açıqlı olan, yol açıqlı olan, işə vaxtlı olan, şad xəbərlərlə zəngin olan gözəl bir birinci bazar ertəsi günü bir həftə keçirmələrini arzulayıram. Hər birlərinə qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Eləcə də müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə müsahibə mərhələsindən hazırlaşanlara can sağlığı, ruh yüksəkliyi, zehin açıqlığı, yol açıqlığı, işə vaxtlı müsahibə mərhələsindən uğurla keçmələrini arzularım. Eləcə də 17 avqustu həmin demək birinci bazar ertəsi günü və bir həftə keçirmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə uğursuz nəticə göstərənlərə isə ruhdan düşməmək, can sağlığı ilə yenidən hazırlaşaraq və imtahanlara qoşularaq yüksək nəticələr əldə edərək, yenidən işlər təmin olunaraq yüksək əmək haqqı ilə çalışmalarını arzulayıram. 17 avqust günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 17 avqust günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhları şad olsun, hər birini xoş anmağı, yad etməyi, xatırlamağı hər birimizə arzulayıram. 17 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunun salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan, dinc qulaqlı bir bazar ertəsi günü, birinci günü və bir həftə keçirmələrini arzulayıram. 17 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə günüdür və işə qəbul günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, müvəffəqiyyətlər, uğurlar arzu edirəm. 17 avqust günündə də tarixi günlər vardır. 17 avqust günündə baş verən tarixi günlər isə bunlardır. 17 avqust 1502-ci ildə Kristofor Kolumb Hondurası, İspaniya ərazisi elan etdiyi gündür. 17 avqust 1892-ci ildə Fransa və Rusiya arasında gizli hərbi konvensiya imzalandığı gündür. 17 avqust 1945-ci ildə Sukarno və Muhammed Hatta İndoneziyanın Niderlanddan müstəqillik əldə etdiyini elan etdiyi gündür. Bununla yanaşı 17 avqust 1988-ci ildə Pakistan prezidenti Muhammed Yuhaq təyyarə qəzasında həlak olduğu gündür. 17 avqust 1999-cu ildə Türkiyədə 7,2 bal gücündə baş verən zəlzələ nəticəsində 17 min nəfərin həlak olduğu, 44 min nəfərin isə yaralandığı gündür. 17 avqust 2008-ci ildə Michael Phelps bir olimpiya oyunlarında 8 medal qazanan ilk idmançı olduğu gündür. Dinlədiyiniz üçün və eləcə də bir tarixi günümüzdə qaldı ki, odur ki 1960-cı ildə isə 17 avqust günündə Qabon Fransadan müstəqillik əldə etdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.